Beşinci suala baxaq, davam edirik. Çarpazdan vuraram. Birinci ortaq məxrəc gətirərəm. 15-ci sualda. Çarpazla vurmaq olar əslində. Promoy eləmək olar. Gəlin buranı eləyək. Hamısını 12-yə gətirək. Buranı 12 eləmək üçün nə etməliyəm? 3-ə vurmalıyım. Deməli, sürəti də 3-ə vuracam. 3 vurulsun. Hamısı 12 olsun ki, bu məxrəclər getsin. Sadəcə sürətləri bərabərləşdirin. A üstə gəl 2 çıxılsın. Buranı 12 eləmək üçün 3-ü 4-ə vurmalıyım. Deməli, sürəti də 4-ə vuracam. 4 vurulsun. A minus 1 bərabər. Burada 12 deyə aldıq kimi qalacaq. Vurub açaram. 3A üstə gəlməsin 6 çıxılsın 4-ə. Artıq bu mənfi ilə bu mənfi toplam olacaq. Plus 4-ü 1-ə vuranda 4 bərabərdir A-ya. 3A-dan 4 A-nın çıxanda qalır mənfi A. Mənfi A digər tərəfə gedəndə toplam olur 1, 2A. Bərabərdir. 6 ilə 4-ü toplayanda 10. A da bərabərdir. 12-yə böləcəm 5 çarpı olacaq B variantı. İkinci sualı da eyni qaydada həll eləmək olar. 5 ilə 4-ü ortaq nəyə gətirə bilərəm? 20-yə gətirə bilərəm. Ortaq məxrəcləri 20 olar. 5-i 20 eləmək üçün nə edərəm? 4-ə vurarım. Hamısı 20 olsun ki, məxrəc deyilən bir şey qalmasın. 5-i 4-ə vuraram 20 olmaq üçün. 20 eləyib hamısını indidən silinə bilər. Məxrəc olmayacaq. Sadəcə sürətlərlə işləyəcəm. 5-i 20-yə paylamaq üçün 4-ə vuraram. Deməli, sürəti də 4-ə vuraram. 4 vurulsun. A üstə gəlməsin 10. 4 əzəm bağlayıram. Üstə gəlməsin. 4-ü 5-ə vuraram. 20 eləmək üçün deməli, sürətdə 5-ə vuracam. 5 vurulsun. A minus 4. Çıxılsın. 10-u da 20-yə vuraram. Məxrəci 1 daxil. 10-u da 20-yə vuraram. Eləyər 200. Bərabərdir 0-a. 4-ü vuraram. Mörtəzəni açarım 4-a. Üstə gəlməsin. 4-ü 10-a vuranda 40. Üstə gəlməsin. 5-i A-ya vuraram 5-a. Çıxılsın. 5-i 4-ə vuraram 20. Çıxılsın 200 yerində qalır. Bərabərdir nəyə? 0-a. 4 ayla 5 ayını toplayanda edir 9-a. Bərabər. 20-dən 40-dan 20 çıxanda 20, 20-dən də 200 çıxanda 180, mənfi 180 digər tərəfi müsbətlə keçir. Bu da bərabərdir 189-a böləndə 20 qalır. Yəni cavab olur A variantı. 17-ci sualda. Aha, 17-ci sualda necə yazarıq? Birinci möhtərizənin içərisini həll eləyərəm. Ümumiyyətlə, möhtərizəni heç toplamaq üçün ehtiyacı olduğu kimi açaram. Qarşıdakı mənfi təsir göstərərəm. A bölünsün 3, çıxılsın. A bölünsün 2. Bu mənfini müsbət eləyəcək. Bunda çıxmayacaq. Yəni, işarələri dəyişəcək. Artıq çıxılsın yox, üstə gəlməsin. A bölünsün 3. Artıq üstə gəl 1 yox, çıxılsın 1 yazacaq. Bərabər nəyə? 0-a. Formada yazdım. Baxın. Sürətləri 3-dən 2-yə uyğun nəyə gətirə bilərəm? 6-ya. 3-ü 6 eləmək üçün, yəni məxrəcləri silmək istəyəndə 3-ü 6-ya gətirmək üçün 2-yə vuraram. Deməli, yuxarını 2-yə vuracam. 2A çıxılsın. 2-ni 3-ə vuraram. 6 olsun. Deməli, yuxarını da 3-ə vuraram. 3A. Üstə gəlməsin. 3-ü 2-yə vuraram. Deməli, yuxarını da 2-yə vurmalıyam. 2A. Çıxılsın. Bunda məxrəci 1-dir də. 6-nı da 1-ə vuranda 6. Bərabərdir 0-a. 2A-dan 3A-na çıxanda mənfi A. Üstündə 2 qalanda müsbət A. Bərabərdir. Mənfi 6 digər tərəfə toplama ilə gedir. Yəni olur 6. A da bərabərdir 6. Yəni də A-nı axtardım elə. Cavab oldu E variantı. 18-ci sualda. 18-ci sualı çarpazdan vurub rahatçılıqla həll eləmək olar. X üstə gəl 3-ü, X üstə gəl 5-i, X minus 1-ə vuracam möhtərizədən. Vurub promoy açaq. X kvadratı. X kvadratı. Üstə gəlməsin 5x. Sadəcə bir-birlərinə vuracam möhtərizədən. Çıxılsın x, çıxılsın 5. Digər tərəfdən. X üstə gəl 3, X üstə gəl 3-ə vuracam. Necə x kvadratı. Üstə gəlməsin 6x. Üstə gəlinsin 9. X-lər bir tərəfə yuxarı, ədədləri bir tərəfə. X kvadratı bu tərəfə gəndə çıxma ilə gəl. X kvadratın çıxanda x-lar getdi. 5x-i gətirərəm bu tərəfə 6x-in yanına. Və 5x-dən x-i çıxaram, 4x eləyəm. 4x-i 6x-in yanına gətirəndə 6x-dən 4x alım, 2x bərabərdir.
9-u digər tərəfə gətirirəm. 9 bu tərəfə gələndə mənfi ilə gəlir. Mənfi 5 çıxılsın, mənfi 5 çıxılsın 9. O da bərabərdir 14. Qarşısında mənfi işarə. X də bərabərdir. Mənfi 14 2-yə bölərəm. Cavab olar mənfi 7. X axtarılır. Cavab oldu C variantı. Daha sonra 19-cu sualda normal mörtəzəni vurub açaram. A-ları həll edərəm. 3-ü 1-ə vuraram. 3 sıxılsın. 3A üstə gəlinsin. 2-ni bir dəfə 3-ə vurursunuz. Bir dəfə də 2 mənfi 2-yə A-ya vurursunuz. Üstə gəlsin. 2 dəfə 3-ün 6 sıxılsın. 4A-ya. Bərabərdir nəyə? 2. Bu formada açdım. Mənfi 3A, mənfi 4A. Neçə edir? Mənfi 7A. 3-ün altını toplayanda 9. 9 digər tərəfə mənfi ilə keçir. 7-dən də 9 çıxanda qalır mənfi 7. 2-dən də 9 çıxanda mənfi 7. O da bərabərdir. Mənfi 7-dən də mənfi 7-yə böləndə 1. Cavab olacaq E variantı. 20-ci sualda. 20-ci sualda necə yazaram? Zərbəsən vuraram rahatçılıqla. 4-ü bura vuraram. 2-ni də bu tərəfə vuraram. Birinci 4-ü 2A, 2A üstə gəl 1-ə vuraq. 4-ü 2A-ya vuranda edir 8A. Üstə gəlsin 4-ü 1-ə vuranda 4 bərabərdir. 3A-nı 2-yə vururam. Edir 6A. Üstə gəlsin. 2-ni də 2-yə vuracam 4. 6A mənfi ilə gəlir bu tərəfə. 8A-dan 6A-nın çıxanda qalır 2A. Bərabərdir. 4 də digər tərəfə gedəndə çıxma ilə gedir. 4-dən 4-ə çıxanda 0. A da bərabərdir nəyə? 2-ni nəyə vursam 0 alır. Təbii ki 0-a. Cavab olacaq A variantı. Diğer sualda nə edirik? Mörtəzəni vuraram. Mörtəzəni vurmamaq üçün əvvəl hər tərəfi 3-ə vuraram ki, bu uclar ixtisar keçsin. Buranı da 3-ə vuraram. Buranı da 3-ə vuraram. Buranı 3-ə vuranda bu ixtisarlar gedir. Burada da 3 vurulsun 2, yəni 6 alır. 6 bunun yerində 6 yazacağım. 6-nı vurub mörtəzəyə açaram. 6 vurulsun x edir 6, çıxılsın 6 da bekin 12. Bərabərdir. Digər tərəfdə sürətdəki ifadə qalır. Yəni 4x çıxılsın 11. 4x digər tərəfə mənfi ilə gəlir. 6x-dən 4x çıxana qalır 2x bərabərdir. 12 digər tərəfə müsbətlə gedir. Mənfi 12 o da eləyəcək. Mənfi 11 müsbət 12 eləyəcək 1. X də nəyə bərabər? 1 bölünsün 2-yə. Yəni 2-də 1-ə. Cavab olacaq hansı variant? A variant. 22-ci sualda. Rahatçılıqla çarpazdan vurub həll eləyərəm. Bunun məxrəcin bunun sürətinə, bunun məxrəcin bunun sürətinə. 4-ü vuraram 3-aya, mörtəzəyə vuraram. Benzür say. 4-ü vuraram 3-aya, eləyər 12-a. Çıxılsın 6 dəfə 4-ün 24. Bərabərdir. 2-ni A-nı vuraram 3-ə. 6A. Üstə gəlsin. 3 dəfə də üçün 9. A-lar bir tərəfə, dədlər bir tərəfə. Bu, burada qarmaşıq görsənsək, görsənəcək. Üstə gəldi. 6A gələr bu tərəfə. 12A-dan 6A-nın çıxanda qalır 6A. Bərabərdir. 24-ün qarşısında mənfi var. Bu tərəfə gələndə toplama ilə gəlir. 24 ilə 9 toplayanda eləyəcək 33. A da bərabərdir. 33 bölünsün 6. 33 6-ya böləndə edir 5,5. Cavab var, bəli. Olur E variantı. 23-cü sualda eyni qaydada çarpazla həll edirik. 2-ni vuracam bura. Bunun sürətinə 3-ü də vuracam bura. 3-ü vuraq 4-aya eləsin. 3-ü 4-aya vuram 12-aya çıxılsın. 3-ü vuraram 4-ə eləyər 12. Bərabərdir. 2-ni vuraram 3-aya eləyər 6. Çıxılsın 6 da bekin 12. 6 digər tərəfə mənfi ilə gəlir. 12-adan 6 çıxanda qalır 6 bərabərdir. Mənfi 12 digər tərəfə müsbətlə gəlir. Mənfi 12 müsbət 12. Cavab qalır 0. A da bərabərdir. 6-nı nəyə vursam 0 eləyir. Təbii ki 0-a. Cavab olar evet. 24-cü sualda. Çətin sual kimi görsənir, amma çətin bir sual deyil. Baxarım məxrəclərə. Ümumi mən nə edə bilərəm? 2, 3, 4. Nəyə gətirə bilərəm? 12-yə gətirə bilərəm. İstəyirəm ki, 12-ni görüm. Ona görə hər tərəfdə 12-ni almalıyam. 2-dən 12 almaq üçün 6-ya vuraram. Yəni məxrəcləri silirəm. 2-ni 12 eləmək üçün 6-ya vurmalıyam. Deməli, yuxarıda 6-ya vuracam. 6x üstə gəlsin. 3-ü 12-yə gətirmək üçün 4-ə vuraram.
Deməli, nə edəcəm? Yuxarıda 4-ə vuracam. 4x çıxılsın. 4-ü 12-yə gətirmək üçün 3-ə vuraram. Yuxarıda 3-ə vuracam. 3x. Bərabərdir. 7 vurulsun 12. 7 vurulsun 12. Təbii ki, sağ tərəfdə 12-yə vurmalıyım. Buranın məxrəci 1 çünki. 6x-in üstünə 4x gələndə 11x. 11x-dən 10x. 12-dən də 3x çıxanda qalır 7x. 7x bərabərdir. 7 vurulsun 12. Bu 7 ilə bu 7 vurulur. 7 saat gedir. X ilə bərabərdir. Nə qalır? 12. Cavab olur C variantı. B variantı. 25-ci sualda. Hər tərəfi 3-ə vuraram. 2-yə vuraram. İxtisarları aparmaq üçün. 6-ya vuraram birbaşa. 3-ün 2 ortaq nə var? 6. Buranı 6-ya vuranda 6 ilə 2 ixtisar gedir. Qalır 3. Buranı 6-ya vuranda 6 ilə 3 ixtisar gedir. Burada qalır 2. Buranı 6-ya vuranda 3 ilə 6 ixtisar gedir. Qalır 2. Artıq kəsir deyilən bir şey qalmadı. Burada 3 qalıb. 3-ü A-1-ə vuraram. Nöqtəciyə vuraram. Eləyər 3-ə çıxılsın 3. Üstəgəlimiz var ortada burada. 2-ni vuraram bu nöqtəciyə. 2A üstəgəlməsin 2. Bərabərdir. Burada 2 qalıb. 2 dəfə də 7 neçə edir? 14. 3A ilə 2A-nın toplayanda edir neçə? 5A. Mənfi 3 müsbət 2 eləyəcək mənfi 1. Bərabərdir. Mənfi 1 digər tərəfə nə ilə keçəcək? Müsbətlə. Toplama ilə 14-ün üstünə bir gələndə 15. A da bərabərdir. 15-i 3-ə böləndə qalır 5. Və bu hansı variant? C variant. 26-cı suala baxaq. Buradan 2A, 3-ə almışdım. Buradan 2A almışdım. 5A idi. 5A bərabərdir 15 idi. 5A bərabərdir 15. A da bərabərdir 15-i 5-ə böləndə 3 edir. Onda 3A kimi görmüşəm. Səhv yazmışam. Cavab olacağı variant. 26-cı sual. Eyni qaydada gedə bilərəm. Birinci bu 3 vurun mörtəziyə açın. Mənim üçün daha sadə olsun. A üstə gəlməsin. 3 olduğu kimi qalır. Sol tərəf. Bərabər. 5-də 2 olduğu kimi qalır. 3-ü vurub açanda bu 3-lə bu 3 ixtisar gedəcək. Mörtəzə içərisindən çıxılsın. Mörtəzə içərisindən A çıxılsın. Bu 3 də vuran zaman mörtəziyə sürətə gedəcək. 3-də 5. Formada yazdıq. Mənfi təsir göstərsə mörtəziyə qarşıdakı mənfiyə görə artıq bu tərəf toplama olacaq. Bu formada yazdım. Hər tərəfi 5-ə vuraram ki, bir ixtisarlarımı apara bilim. 5-ə vuraram bunu yoxsa 5-ə vurmadan da həll eləmək olar. A-nı gətirərəm digər tərəfə. Aynən A-nı toplayıb deyir 2A. Bərabərdir. 5-də 2, 5-də 3. Toplayanda neçə eləyəcək? 5-də 5. O da mən eləyəcək 1. Burada da 3 var. Mənfi ilə gələn və 1 çıxılsın 3 edir 3. A bərabərdir. 1-dən 3-ü çıxanda neçə eləyəcək? Mənfi 2. Mənfi 2-ni də 2-yə bölündə mənfi 1. Cavab olacaq C variantı. 27-ci sualda. Yaxşı qaydada yenə vurub açaram. 7-də 3 olduğu kimi saxlayaram. Çıxılsın. 5-i vurub açaram. Bu 5 ilə bu 10 ixtisar gələcək. Qalacaq neçə? X bölünsün 2. Qarşıdakı mənfi təsir göstərəm artıq çıxılsın. 5-ə vurulan zaman sürətə vurulacaq. 5-i 2-yə vuraram 10. Məxrəc olduğu kimi 7 qalar. Bərabərdir 3-ə. Formada yazdıq. İndi nə edə bilərəm? Mənfi x bölünsün 2-ni olduğu kimi saxlayıram. X bölünsün 2. 7-də 3 çıxılsın 7-də 10. Bərabərdir 7-də 7. Amma mənfi ilə. Buna neçə edəcək? Mənfi 1. Mənfi 1 digər tərəfə gedəndə toplama ilə gedir. 3 ilə 1 toplayanda 4. X bərabərdir 4 vurulsun mənfi 2. 4-ü çarpazdan vururam. Demək ki, 4 vurulsun 2, 8. Qarşıdakı da mənfi yazıram. Yəni mənfi 8. Cavab olur hansı variant? A variantı. 28-ci sualda. 28-ci sualda 3A, 2A, 6A formasında verilib. Ortaq məxrəc gətirib hamısını toplayaraq. 3, 2, 6 ortaq məxrəcinə də 6-nın özü. Yanına da A yazılır. 6A-nı 3A-ya böləndə düşəcək 2, 2A-ya böləndə düşəcək 3, 6A-ya da böləndə 1. 2 vurulsun 1, 2, 3, 1. Toplayanda 2, 3, 1 toplayanda neçə edəcək? 6.
Bərabərdir nəyə? 5-də 1-ə. 5-də 1-ə. Bu 6 ilə bu 6 ixtisar gedir. Burada qalır 1. Çarpazdan vururam. A bərabərdir. A vurulsun 1, A edir. 5 vurulsun 1-ə. 5-i də 1-ə vururam. Cavab verəcək 5. Bu da bərabərmiş 5-ə. Yəni B variantı. 29-cu sualda. 29-cu sualda kəsr formasında yazaraq bu məxrəcləri. Yazaram ki, ümumiyyətlə, belə hər vergidən sonra promo rəqəm var deyə rahat sıra da bilərəm. Burada saxlayaram 2, burada saxlayaram 5. Daha sonra burada nə edə bilərik? Onu gətirməliyəm. Onu gətirmək üçün 2-ni ona gətirmək üçün 5-ə vuraram, kəsirim, yox edirəm, 5-ə vuraram. Deməli, 2-ni ona gətirmək üçün 5-ə vuraram, yuxarını da 5-ə vuraram, 5-ə. 5-i ona gətirmək üçün 2-yə vuraram, deməli, yuxarını da 2-yə vuracam, eləcək 2-ə. Bərabərdir nəyə? 15-ə. 5 adan 2 anı çıxanda qalır 3-ə. 3-ə bərabərdir 15, adı bərabərdir. 15-i 3-ə böləcək, düşəcək 5. Cavab olacaq C variantı. Digər sualda da eyni qaydada vergüllər rahatlıqla silərəm. Hər ikisində bir rəqəm var deyə. Ya da ona vururam da. 2-lə 5 aparıram. Bax, onu gətirməliyəm. Onu gətirmək üçün 2-ni nəyə vuraram? 5-ə. Deməli, yuxarıda 5-ə vuraram x. 5-i ona gətirmək üçün nə edirəm? 2-yə vuraram. Deməli, yuxarıda 2-yə vuraram 2x. Bərabər. Mənfi 13 bu tərəfə müsbətlə gedir. Bunun üçün bir toplayım 14. 5 ilə 2x eləcək 7x bərabərdir 14. X-də bərabərdir 14 bölünsün 7, yəni 2. Cavab olacaq C variantı. 31-ci suala baxaq. 31-ci sualda aşağıdakı kəsri həll eləmək mənə pulu bəs eləyir onsuz da. 4-ü keçirdərəm bu tərəfə. 7-dən 4 çıxanda neçə qalır? 3. Ən aşağıdakı kəsri bunu bərabər eləyərəm 3-ə. 6 bölünsün. X-in 6 bərabərdir nəyə? 4-ü keçirdim, 7-dən 4 çıxdım, 3 qaldı. İndi vuraram çarpazdan. Bunu məxrəci elə bil ki 1-dir. 1-ə vurulur, bu da 3-ə vurulur. X minus 6-nı 3-ə vuracam. 3x-ə vuracam, 3x çıxılsın. 6-nı 3-ə vuracam, 18. Bərabərdir. 6-nı 1-ə vuracam, 6. 3x bərabərdir. 18 mənfili digər tərəfə toplama ilə gəlir. 18-dən 6-nı toplayanda 24. X də bərabərdir. 24-ü 3-ə böləcəm, 8. X üstünlüğündən x-i tapdım 8. Bu qədər. 32-ci sualda eyni qaydada həll edəcəyik. Aha. Aşağıdakı kəsrin qiymətini tapmağa çalışıram. Bax, bu hissəm 3 minus x-də 1 bərabərdir. 5-i digər tərəfə keçirərəm. 5-i digər tərəfə keçirməyə ehtiyac yoxdur. 5-dən nə çıxsam 3 alınır, 2 çıxsın. Deməli, bu kəsim qiyməti 2 imiş. Daha sonra mənfi x1, x-də 1 bərabərdir. 3 digər tərəfə çıxma ilə gedər. 2-dən 3 çıxanda mənfi 1. Hər tərəf mənfidir, yox eləyərəm. 1 bölünsün x bərabərdir 1-ə. X-ə nəyə bərabərmiş? 1-i nəyə böləndə 1 alarım? Təbii ki, 1-ə. Cavab olar C variantı.